Salam, bugün sizlerle birlikte 7. sınıf coğrafya dersliğinde Chiapas eyaletinde əkinçilik dersliyinin tapşırıqlarını həll edəcək və değerlendirme hissəsini də edəcək. Değerlendirme hissəsinin şəklini koymadım. Onsuz siz, yani şəkilsiz də başa düşəcəksiniz. Değerlendirme hissəsini oxuduğumu başa düşəcəksiniz. Amma Chiapas əyalətində əkinçilik onu şəklini qoymuşam. Onda başlayaq tapşırıqlarımıza. Demək, birincisi deyək ki, A, B və C şəkillərinə əsasən sualları cavablandırın. A variantında Chiapas əyalətinin hansı coğrafi enliklər və uzunluqlar arasında yerləşdiyini müəyyən edin. 14-17 dərəcə şimal enliyi, 91-95 dərəcə qərb uzunluğunda yerləşir. İkincisi deyir ki, yani B variantında deyir ki, C şəklindəki qəhvə plantasiyasının B xəritəsində qeyd edilən X, Y və Z ərazilərindən hansılarına uyğun gəldiyini müəyyən edin. X, yani siz elə deyirsiniz, X şəkli olmaz, çünki orada dağlıq ərazidir. Burada da C şəklinə baxsaq, burada daha otluq, yaşıllıq ərazidir. Amma Y xəritəsi dağlıq ərazidir. Dağlıq ərazidə bitməyəcəyinə görə biz Z və Y-lara daha belə yaxın ola biləcəyini deyə bilərik. Oralarda yetişə biləcək ola bilər. İndi ikincidə deyir ki, Chiapas əyalətinin coğrafi mövqeyi hansı xüsusiyyətlərinə görə əlverişlidir. Onların okeana çıxışı var, İçi okeanın təsirinə məruz qalır. Bu da ki, əkinliyin inkişafına imkan verir. Dəyərləndirmə hissəsinə keçdik. Plana əsasən sualları cavablandır. Bir dəqiqə. A variantında deyir ki, dostluq koordinat şəbəkə sistemində verilən rəqəmlərin hansı obyektlər göstərdiyini müəyyən edin. 10-20 məhkəmə, ofis və yol, 13-23 məscid, binalar və yol, 07-20 əkin, binalar, 08-22 binalar və yol, 12-20 çay, yol və körpü, 08-23 məktəb, 11-23 çay, 10-22 parking və ofis. B-də deyir ki, obyektlərin altılı şəbəkə sistemində koordinatlarını müəyyən edin. Bunu əslində siz özünüz etsəniz daha yaxşı olar. Mən bəzilərini eləmişəm, bunlar sizə deyəcəm. Demək, bunu necə edəcəksiniz? Burada elə planda dörtlü koordinat sistemi verilib. Siz buna hər bir damaya, hər bir kvadratın içinə 10 dənə dama çəkəcəksiniz və altılı koordinatı tapa biləcəksiniz. Mən bəzilərin indi eləmişəm, onu göstərəcəm. Məsələn, məktəb 08-22-3, xəstəxana 97-205, 097-205, kafe 106-216. Bu qədər elədim mən, qalanın özünü tapa bilərsiniz. C variantında da deyir ki, 019, 021, 08, 19, 08, 20, 09, 19 əraziləri ilə 07, 22, 7, 23, 8, 22 ərazilərini xüsusiyyətlərinə görə fərqləndirin. 07, 19, 07, 21, 08, 19, 8, 29, 19 əraziləri əkinlikdir. Orada binaların sayı azdır həm də. Yəni orada əkin ərazisidir. Amma 7-22, 7-23, 8-22 isə orada yaşayış yerləridir. Orada artıq yaşayış məntəqələri var. Daha çox yaşayış var oralarda. Burada isə tək-tük vərəncik binalar var. Ən çoxu əkin sahələridir. C variantını oxudu. İndi keçdik D variantına. Koordinat. İndi mən bu koordinatları oxumuram. Nəysə. D koordinatlarında yerləşən obyektləri müəyyən edin. Bu iki obyektdən hansı daha əhəmiyyətlidir? Birinci koordinatda 11 ilə başlayan koordinat var. O koordinatda 11, 82, 29. Bu koordinat
Ondan ya da ondan başlamayıp her iki koordinatta da çarpı yerleşir. Yani çarpı da değil. Koordinatlar çarpının koordinatlarıdır. İkisinde de. İndi birinci koordinatta 11.82.29'da onun əhəmiyyəti budur ki, daha əlverişlidir o. Çünki yaşayış yerlərinə, belə ofislərə falan onun çıxışı var. Amma məsələn ikinci çarpı değilsə, boş yerlərə çıxışı var o çarpının. İndi E variantında da deyir ki, versədək ki, siz market və zavod tikmək istəyirsiniz. Onları planda hara yerləşdirərdiniz? Əvvəlcə bu obyektləri simvollaşdırın və sonra isə onları alfa koordinat sisteminə görə planda yerləşdirin. Bunu artıq siz özünüz edə bilərsiniz. Mən etmədim, amma siz bunu özünüz öz fikrinizə edə bilərsiniz. Burada da deyir ki, özünüz fərz edin. Hələlik dərsimiz bu kadar idi. Sağ olun, selamat kalın uşaklar.